Yeni Yasamal qəsəbəsi Dadaş Bünyazada və Xiyabani küçəsinin kəsişməsində qanuni 2 otaqlı köhnə bina evi sizlərə təqdim edirəm. 9 mərtəbəlidir bina, mənzil yerləşir 4-cü mərtəbəsində. Qanuni 2 otaq orta evdir, skvaznoydur. Təzə təmir olunub və təmirdən də sonra yaşayış olmuyor. Biz hal-hazırda mənzilin qonaq otağındayıq. Qonaq otağını təqdim edib dəhlizə keçəcəm və proyektlə tanış edəcəm. Belə bir qonaq otağı var. Mənzil ümumilikdə isti döşəmədən ibarətdir. Çılçıraq pərdə və əlavə olaraq da batareyalar da yerləşdirilib ki, istiliyi rahat tənzimləyə bilərsiniz. Burada mənzilin dəhliz hissəsi yerləşir. Baxın, giriş qapı buradadır. Burada yataq otağı, burada sanitar qovşağı, qardırob hissəsi və geniş bir mətbəxi var. İstilik sistemi fərqli olaraq kombi istilik sistemidir. Döşəmədə kafellərdən istifadə olunub. Burada yataq otağı yerləşir. Baxın, bu şəkildədir yataq otağı. Kifayət qədər geniş sahəyə malikdir. Bu istiqamətdən baxış yataq otağından Şərifzadə inşaatçılar istiqamətindədir. Digər hissədən isə Yeni Yasamal istiqamətindədir. Orta evdir. Yay aylarında heç o qədər də soyutma sistemindən istifadə etməyəcəksiniz. Həmçinin də qış aylarında orta ev nisbətən isti olur. Burada isə sanitar qovşağı yerləşir. Baxın, bu şəkildədir. Aksesuarlarla təmin olunub. Sənədlər tam qaydasındadır. Kupça çıxarış mövcuddur. Dövlət ipotekasına da yararlıdır. Burada qardırob hissəsidir. İstəsəniz paltaryanı da bura yerləşdirə bilərsiniz. Burada isə mənzilin mətbəx hissəsi yerləşir. Baxın, kifayət qədər genişdir. Heç qonaq otağından bir o qədər istifadə etməyəcəksiniz. Və bura eyvan hissə olub. Eyvan hissə də qatılaraq biraz da genişləndirilib və kombi hissə bura yerləşdirilib. İstəsəniz bu hissəni, baxın, bu hissəni belə bu şəkildə bağlaya da bilərsiniz. Zövqə və istəyə asılı olan bir şeydir. Mənzilin qiyməti 172.000 manatdır və real alıcıya da endirim olunacaq. Açar məndədir. Gün ərzində mənzilə əyani şəkildə də baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.